Bugün 20 noyabr 2025-ci il. Sizə müzik yolu haqqında danışmaq istəyirəm. 2020-ci ildə mən bildiyimə görə 21,8 milyon bu yol üçün, bu Baskal içində olmaqla 10 kəndən yol çəkmək üçün pul ayrıldı dövlət tərəfindən. Bu yolu başladılar çəkməyə. Mücüdən başqa qalan yollar olduğu kimi demək olar ki, normal demək olar. Tam normal demək olmasa da. Baxın, burada bir dərədir. Bu Kürdivanın içindən keçən dərədir. Qırağını hamısını beton eləyiblər ki, yolu dağıtmasın. Doğru da eləyiblər, yaxşı da eləyiblər. Amma indi mücüyə baxaq, mücü yoluna baxaq. Mücü yolunda ümumiyyətlə yolların hamısı üçün bir neçə qayda var. Yol nə qədər qısa olsa, eniş yoxuş az olsa, kəskin döngələr olmasa, o yol yaxşı yol sayılır. İndi bu mücü yoluna baxaq. Buradan gedirik. Bax, burada qış vaxtı qışlar sərt olur. Bu yol, bu Kürdivandan ayrılan yola baxın. Burada diklik çoxdur. Bunu çox demirəm. Əlbəttə tamamilə yox eləmək mümkün deyil. Heç olmasa 1-2 metr, 2 metr ya 3 metr aşağı salmaq olardı ki, yoxuşluq biraz azalsın. Bunu eləmiblər. İndi qalan əyri-üyrilər də bildiyimə görə, göstərdiyimə görə göstərəcəm sizə necə olur. Baxın, bu yoxuşun başıdır. Bu yoxuşu bir qədər, dediyim kimi, 2 metr aşağı salmaq olardı ki, yol biraz eniş yoxuşu azalmış olsun. İndi önə baxaq. Öndə bir kəskin döngə görünür. Bu kəskin döngəni yox eləmək olmazdı mı? Əlbəttə olardı. Çox yox, 5-7-8 metr sağ tərəfdən gedərdi. O biri tərəfdən də bir 3 metr, 4 metr bu sola tərəfə girmək olardı. Onunla bu kəskin yoxuş azallardı, yoxuş kəskin olmazdı. Baxın, burada da kəskin döngə. Buradan bir neçə metr, buranın olsa heç bir demək olar ki, sənədləri yoxdur. Laf sənədə olsa, bu ömür boyu gündə çəkilmir ki, bir dəfə çəkilir, kiçik miqdarda pul ödəyib oradan 5 metr girmək olardı bura. O kəskin döngə artıq olmayacaqdı. Baxın, burada da çox demirəm. 7-8 metr, 10 metr bura girilsəydi, bu kəskin döngə yenə olmayacaqdı. Yəni bunu da eləməyiblər. Əlbəttə ki, bu yol qabaqçı kimi döşəməkdən çınqılda adamlar özləri döşüb. Dövlət demək olar ki, eləməyibdi. Kömək eləyib azmaz, ancaq adamlar öz pulu ilə eləyib bu çınqılıdır. Necə o vaxt çəkilmişdi, elə çəkiblər. Əlbəttə ki, asfalt o vaxt çınqıldan çox-çox yaxşıdır. Ancaq bu yanlışları eləməmək olardı. Burada kiçik sürüşmə olub. Bu sürüşmənin qabağını heç almaq mümkün deyil. Çünki yerin quruluşu belədir. Necə var, elə olur. Bunu düzəltmək üçün gərək yuxarıdan gedəsən, o da ki, yuxarılar daha çətin işlər olurdu. O da mümkün deyil. Baxın, bura sötürücü qoyublar. Heç buna ehtiyac yoxdur. Çünki burada sel gəlmir, bir şey eləmir. Nə dərə yoxdur, nə bir şey. Yəni boş yeri artıq bilmədən, özlərini elədiyini bilmədən qoyublar göstərmək üçün. Baxın, burada dərə var, kiçik dərə var. Buradan su gəlir, bura qoyulması doğrudur. Bura da sötürücü qoyublar. Burada nə dərə yox, nə gör su axmır. Hər yerinə yağış yağdığı gün burada yağır. Oradan elə güclü su axmır, eləmir. Baxın, ən böyük pislik, ən böyük çətinlik, ən böyük yanlış iş buradadır. Buradan bu aşağı çayın qırağıyla su getməməli idi. Buradan düz gedə bilərdi. Oradan çünki maşın olanda mən özüm də getmişəm. Onu eləmədilər. Güya bura möhkəmdir, bu yer bərkiyib. Halbuki bunu layihə çəkən bilmir ki, bunu adi kənd adamları təxmini yol çəkiblər, imkan daxilində o vaxt ki, imkan içində olmaqla. Ona görə güya bu cəmaatın çəkdiyi yol düzgündür. Bu cəmaat ondan yaxşı bilir. Hələ görünür ki, cəmaat ondan yaxşı bilir, ancaq imkanı olsaydı onlar düz çəkərdi. Burada da sürüşmə var. Yenə dediyim kimi sürüşmənin qabağını almaq çətindir. Amma bu yuxarıdan geçsəydi, heç o qədər bu sürüşmə ona çatmayacaqdı. Onu da eləmirlər. Çünki bacarmırlar. Burada yenə sötürücü qoyublar. Bu qoyulmalı. Yanlış yolla çəkilsə də, çünki burada dərə var. Bu dərədən su ötürmək üçün mütləq sötürücü olmalı idi, qoyublar. Ancaq yol özü yanlış yerdə çəkilib. Onu da deyim ki, o biri kəndlərin yolunda çox dəyişikliyə ehtiyac yox idi. Çünki imkan da başqa yoxdur. Həm də başqa cür alınmazdı. Ancaq mücü yolu elə deyildi. Mücü yolunda bax belə
dəyişikliklər mütləq olmalıydı. Eğer o yolu düzgün çəkmək istəyən var idisə. Burada da dərə olduğuna görə yanlış yolda soyutucu qoyublar. Bura baxın. Bura soyutucu qoyublar. Bu tərəfə. Burada arx kimi görünür. Qabaqdan da olub. Amma bura arx niyə olubdu? Burada yolçu dəyirman olub. Ona görə burada olub. Buradan heç bir su gəlib eləmir. Bunu qazıyanla eləyəndən sonra qırağın eləyiblərsə oradan azca axa bilər. Yəni burada eləncə nə dərə olmayıb, nə bir şey. Çəkdiklərinə baxın. Baxın, burada çəkilən yolun gününə baxın. Bura sürüşmə, işqın götürüb aparıb buranı. 2 ildir. Elə çəkiləndən orada sürüşmə var idi. Bunlar bunu əgər bilən idilərsə, bu layihə çəkən ağlı var idisə, bunu görmürdümü? Bilmirdi. Çünki özün bilən sayırdı. Fakt bunu bir dəfə getirib çınqıl töküblər, yenə gedib. Yenə gedəcək. Çünki düzgün çəkilmir. Heç burada soyutucu qoyublar. Heç soyutucunu görsünüz, birazını aparıb sürüşmə aparıb aşağı. Yarısı qalıb buradan. Biraz belə getsə, yağınlıq olsa heç bunlar da gedəcək, buradan yol olmayacaq. Bunu halbuki yuxarıdan çəkmək olardı. Əgər onların bacarığı, bildiyi bir şey olsaydı. Baxın. Baxın, baxın, baxın. Görün nə gündədir. Bura gətirib, 1-2 aydır gətirib bu lenti çəkiblər. Bu ola bilsin ki, illərlə qalacaq. Azərbaycan Avtomobil yolda çəkdiyiniz nə? Burada da görünür. Burada da görünür çəkdiyiniz yol. İndi ola bilsin gəlib bunu bəlkə də nə vaxtsa gəlib göyə düzəldəcəklər yalandan. Yenə çıngıldan tökəcəklər göy yol buradan. Bu yolu heç olmasa belə salmışsınız. Bir dənə yuxarıdan bir dənə çıngıllı yol salın. Bura bağlandı, oradan gedilsin. Vaxtında eləməmişsə də. Baxın, burada soyutucu qoyublar. Düzdür, buradan su gəlir. Az da olsa su gəlir. Bura qoyulmalıydı. Yol yanlış çəkilsə də burada dərə olduğuna görə soyutucu olmalıydı. Buna bir söz demək olmur. Yoxuşa baxın. Bax, bu qış vaxtı buranın çıxmaq, qar vaxtı, çətinlik vaxtı, buz vaxtı necə olacaq? Necə olur? Yəni çox çətinlik olur. Bax, o mən dediyim yol o yuxarıdan gəlsəydi düz. Təxminən düz. Yəni ox kimi düz, əlbəttə olmur yol. Gəlib buralara çıxacaqdı. Baxın. Gəlib orayla, bax buradan gəlib bura çıxacaqdı. Yoxuş da azalacaqdı. Döngə də azalacaqdı. Yol da qısalacaqdı. Məncə yol buradan düz gəlsəydi, hardasa 200 metr kimi qısalardı. Təxminən. Bu yoxuşa baxın. Görün nə qədər uzanır. Həm döngə dönüb yoxuşa çıxanda sürüşmə daha çox olur. Hələ yoxuşdur. Hələ bir 15 metr, 20 metr var yoxuşun sona çatmağına. Burada da bir soyutucu qoyublar. Yəni bu soyutucuya ehtiyac yox idi. Elə belə çəkilsə də bu aşağı buraxıb aşağıda soyutucu qoymaq olardı. Asfalt burada dağılıb. Asfaltın qalınlığına baxın. Neçə sant olar? 3 sant, 3 sant yarım olar. Bəzi yerdə daha da kiçidir. Qıraqda baxın budur. Burada 7, 8, 9, 10 santimetr. Burada 4 santimetr olar. Yenə bura soyutucu qoyublar. Baxın. Bu soyutucunu suyu buradan buraxıb aşağıda qoymaq olardı. Soyutucu az olsun. Burada da asfaltın qalınlığı görünür. Baxın, dağılıb. Bu 2-3 ildir dağılıb belə. 3 il olar. Hardasa 2 sant yarımdır, artıq deyil. Baxın, yenə soyutucu, yanlış soyutucu. Çünki buradan su axmır. Su yağış necə hər yana yağır, burada hələ yağır. Baxın, buradan da su gəlir. Yağış yağanda buradan gəlir, ora gedir. Halbuki həmişə buradan boru qoyulub, su buradan gedirdi. Əsas su buradan gedir. Yəni, əsas çox böyük getmir, ancaq buradan gedir. Onun yerinə biraz qabaqdan, baxın, buradan da qoyublar. Burada da soyutucu yeri yoxdur. Buradan axan su sel gəlmir ki, buradan az su olsa həmin oradan gedə bilərdi. Baxın, buradan, bura, yenə soyutucu qoyublar. Halbuki buradan heç bir dərə yoxdur. Baxın, yenə bir soyutucu. Yenə buradan dərə azad gəlmir. Qazıyıblar qıraqlarını ki, bir oxşasınlar bir dərə. Ancaq burada dərə azad olmuyor, nə də su gəlmir çox. Baxın, bura 4 bucaqlı soyutucu qoyublar. Güya buradan böyük miqdarda sel gəlir, nə gəlir? Yəni, yanlış bu qədər, bacarıqsızlıq, bilməməzlik bu qədər olmaz. Buradan doğrudur, su gəlir yağış yağında. Amma nə qədər gəlir? Çox az gəlir. Az gəlir. Onu buradan yönəldib, bu bir su, buradan böyük su gəlir yağış yağanda. Bu böyük dərədə 2 dənə, bir böyük dərə, bir kiçik dərə buna birləşir.
Bura kəndilandır. Bura böyük su ötürücü qoyublar. Amma daha doğrusu körpü qoyublar. Bunu su bura yönəldib buradan göndərmək olardı. Ondan başqa yenə ən böyük yanlışlardan biri. Sağ tərəfdə indi göstərəcəm. Orada sürüşmə var. Çayın qırağıdır. Bu yol buradan getməli idi. Yəni ağlı olan bunu buradan aparardı. Çünki fakt ortadadır. İndi yenə qabaqda göstər. Baxın, burada da asfaltın qalınlığı görünür. Bəlkə də 2 santimetrdir. Yəni çoxdan 3 ildir, neçə ildir dağılıb bu. Çünki yolun asfaltı nazik idi, qalınlığı nazik idi. Baxın, buraları neçə günlərlə dağıtdılar, tökdülər, torpağın daşdılar ora-bura. Nə qədər qazdılar ki, burada yoxuş var idi. Yoxuş yox olsun. Bura yenə sürüşməyirdi. Baxın, çəkiləndən sonra burada sürüşmə olub, gətirib çıngıl töküblər. Amma bu daim qalası deyil. Baxın, orada çay gedir. Çay bir dəfə bu tərəfə gəlib, çay gələndə biraz yusa, bunun qalanı getməlidir. Onda çox adam bu kənddə, yəni ağlı olan, normal uşaq da onu bilir ki, bu çayın qırağından niyə yaxın çəkmək gərəkdir? Oradan çəkmək olar da. Bu çox körpü qoyublar. Bu körpünün çox yox. 20 metr yuxarıdan eləsəydilər, nə bunu dərinə qazmaq gərək olardı, nə də qabaqda azmaz yoxuş olardı. Çox yox, baxın orada 20 metr. 20 metr. Oradan gələcək körpünü də dərinə salmayacaqlar. Qoyacaqlar onun üstündən gedib yoxuş az olmaqla. Yoxuş burada böyük yoxuş yoxdur. Amma orada heç olmayacaq demək olar ki, buna ehtiyac yox idi. Bura günlərlə işlədilər, bura nə qədər beton tökdülər. Baxın, çaya yaxın olduğuna görə görün nə qədər. Hardasa 6-7 metr ara var çayla bunun arası. Çay biraz bəri gəlsə buranı artıq yolu buradan da götürəcək. Buraya isə körpü sötürücü qoyublar. Heç buradan heç vaxt su gəlmir. O su oradan gəlib hara gedəcək? Əgər oradan su gəlsə buradan yenə yola gedəcək. Halbuki burada heç sötürücü qoymağa ehtiyac heç vaxt olmayıb. Heç quru yerdə sötürücü qoyublar. Baxın, əgər o mən dediyim yerdən bu kəndilandan düz gəlsəydi, bax o meşənin qırağı ilə, xırdalığın qırağı ilə gələcəkdi. Bax belə qabağa. Bax, nə belə yoxuşdur, bu kiçik yoxuşdur, böyük yoxuş deyil. Amma o da olmayacaqdı. Bu yolda baxın, burada dərə var. Buradan xeyli su gəlir. Burada sötürücü olmalıdır. Ancaq yol buradan sola dönməməlidir. Yol buradan belə getməlidir. Layihədə də belə idi. Amma o layihə çəkən yanında olan bizim bir kəsçimiz deyib ki, mənim yanımda zəng elədi. Dedi ki, burada bir çay var, xəritəyə düşmür. Bu çay deyəndə bu quru çay deyilir. Burada bu çayda o qədər su olmur, ancaq yağış yağanda olur. O da deyib ki, oradan da buyurublar ki, onu da biraz yuxarıdan çəkin. Yol biraz uzansın. Yəni bunların biliyordu. Burada da ki, uzun, kiçik yoxuşdur, amma uzun yoxuşdur. Həm də yol uzanır. Əgər buradan düz getsəydi, yol təxminən 300-350 metr qısalırdı. Bunu mən yoxlamışam. Düzdür, təxmini yoxlamışam. Metrəni ölçməmişəm, addımla ölçmüşəm təxmini. Baxın, bura su ötürücü qoyublar. Burada heç su olmayıb, heç su gəlmirmiş. Amma çay daşında, sel gələndə bu dəfə, baxın, bura yol eləyib. Sel, çünki qabağını düz eləməyiblər yenə. Oradan su gəlib, buranı artıq eləyib ki, su getməyə yer eləyib. Halbuki qabaqlar buradan heç vaxt su gəlməyib. Baxın, bura quru çaydır. Burada heç su yoxdur bu saat. Su olmamalıdır. Çünki buradan da yağış yağında su gəlir, amma çox az da gəlmir. Daş gətirir, xırda daşları gətirir. Böyük daş buradan gəlmir. Baxın, körpü qurublar. Mən bilən körpünün dərinliyi 4 olmalıdır, bəlkə də 3 olub. Görün nə qədər qalıb. 1 metryə qalar o tərəfdə. Bu tərəfdə biraz çox qalıb. Əgər biraz da daş gəlib olsa, körpünün altını tamam dolduracaq. Halbuki indi öndə göstərəcəm. Bura kiçik çaydır. O mesela bura kiçik çaya böyük körpü qoyublar. Böyük çaya kiçik körpü qoyublar. İndi qabaqda göstərəcəm sizə. Baxın, körpü, bu boyda körpü qoyublar. Bura heç ehtiyac yox idi. Baxın. Hele bura nə boyda çaydı, bura boyda körpü qoyublar. Düzdür, daş gətirməklə. Amma bu enində heç vaxt olmur axı burada. Heç yarısının yarısı qədər də olmur. Burada yenə körpüdən biraz aralı su ötürücü var. Düzdür, burada da dərə var. Buradan da su gəlir. Amma əgər körpü aşağıda olsaydı, orada olsaydı, heç bu ikisinə iki ötürücü gərək. Orada bir körpü bəsləyəcəkdi bunlara. Burada da yenə yol çatlayıb. Çünki çox nazik qoyulubdur. İçindən otlar çıxıb.
Burada yine su ötürücü. Burada kiçik bir az su gelir. Burada su ötürücü koymalı olardı. Bakın burada da bir dere var. Burada xeyli su gelir. Su ötürücü var. Ama bakın. Bu dere burada. Dere buradan 2 metre bitir. Bunu bir 2 metre sağa eləməlidirlər. Çox yox 2 metre. Ki dərenin ağzına gelsin. Ondan başka. Burada bir tane su ötürücü koyublar. Bir tane su ötürücü. Buradan da bir bulaqçı. Bulağın suyuna göre su ötürücü koyublar. Halbuki bunu oraya yöneltmək olardı. Bir de oradan gelen su yol, ben dediğim yol. Bak buraya gelip çıkacaktı. Buraya gelen hardasa 300-350 metre bu yol kısalmış olurdu. 300-350 metre. Bakın bu da bizim çayımız. Mücü çayı. Yani buradan ele olur ki sel gelip indi buraları tutuyor. Bak oraları bütün bürüyür. Buraya koyulan körpüye bakın. O kiçiksə, quru çaya böyük körp koyulur. Bura kiçik körpü. Ben o vaxt soruşdum bunu işləyəndə. Dedilər 4 metrdə hündürlüyü. 4 metr hündürlüyündə körpünün altı 4 metr hündürlüyündə olur. İndi görün oradan nə qalıb. Hardası metr yarım qalıb. Bu tərəfdə 1 metr qalıb. Yani eğer bura iri daş gelse, buradan iri daş gelse, o biri çay, kuru çayda kiçik daşlar oldu. Daş gelse bunu tutacak. Çünkü yanlış bilmeden, özleri bildiğini elbə. Burada bir su ötürücü koyublar, kiçik buradan su axır, onun için koyublar. Şimdi bakın, bu təzə su yolu çəkəndə cəmaət çox adam burada toplaşmışdı. Başladılar bu yolun qırağını qazmağa, çayın qırağını qazmağa. Niye? Dediler ki beton tökəcəyik. Sonra biraz qazmışlar, yuxarıya kadar qazdılar. Hardasa bir 300-400 metr qazdılar. Sonra birden zəng geldi ki, yox qazmayın. Deməli bu pulu yemək üçün, yaxud da ki ixtisar eləmək üçün, nə eləmək üçün bu betonu saxladılar. Gördünüz, bayağı göstərim, Kürdivanda beton var idi. Kürdivan çayında. Doğru değil bile. Ora çay değil, ora dərədir. Ora dərədir, ora çay değil. Aşağıda biraz xırda daşlar var, ora dərədir. Böyük çay buradan elə sellər gəlib ki, bax bu boyda daşları görürsünüzmü? Bu daşları o sel gətirib. Sel bir dəfə gələndə bu 5 ildə çəkilib. Baxın, arsa buraları dağıdıb. Burada beton olsaydı bu dağıtmaz, çox yox, 20 santimlik beton var. Baxın, dağıdıb. İndi bir də güclü sel gələndə buranı da dağıdacaq. Dalın dağıdıb gedəcək. Bura beton olmalıydı axı. Hətta bax buna, bu körpüyə baxın. Su keçən ildi mən bilən, sel gəlmişdi. Sel gələndə bura sığışmayıb. Bura sığışmayıb. Gəlib baxın. Baxın selə. Sel gəlib burada sığışmayıb buradan. Hələ yaxşı daşlar tutmuyor. Gəlib buradan aşıb getmişdi. Sonra bura torpaq tökdülər. Buraları biraz düzəltdilər. Baxın bura. Bax buraları su yavaş-yavaş yuyur. Buranın qazı beton edirlər. Saxlarlar. Buradan isə buradan bir dərə gəlir. Su gələndə biraz çox gəlir. Bu dərə buradan gəlir. Baxın. Bunlar burada su ötürücünü qoyublar bura. Hansı axınla bu su ötürücünü bunun qabağına bura qoymaq olmazdı mı? Yəni bir dənə düzüşlərin olduğunu demək olmur. Baxın burada bir bulaq çıxır. Müslim bulağı deyirlər bura. Bu bir bulağa göre bura bir tane beton su ötürücü koyublar. Yine burada. Buradan çıxır azmaz bulaq kimi su çıxır. Yine bura bir bulaq için bir su ötürücü koyublar. Bakın kəndə çəkilən asfaltın sonuna çatırıq. Sonuna çatırıq. Bakın. Burada beton olmadığına göre. Bakın. Sel gəlib buranı yuyub. Asfaltın yarısını götürüb. Orada bakın su ötürücü olub yuxarıda da, oradansa düzü azmaz su gəlir. Ona aparıb yarısını çaya. Yarısı qalıb burada. Bu da bizim məktəb deyil. Məktəbimizdir. Ancaq oxuyan yoxdur. Çünki şəraitsizlikdən kənddə adam qalmayıb. Uşaqlar hamısı böyüyənlər çıxır kənddən. Bax budur. Mən dediyimə kimi əgər düz çəksəydilər, axılla çəksəydilər, bu yol 550, 600, belki 650 metre kısa olardı. Yoxuşlar azalardı. Döngələr olmazdı. Eləyə bilmədilər, eləmədilər. Bilə, bilməyə, axılsızdan bilmirəm. Onu siz ona cavab verin artıq. Buna baxanlar.